Həyatda kim olduğunu bilmək istəyirsənsə bu videoya diqqətlə bax. Hətta bir çoxları üçün bu video biraz ağır olacaqdır. Bir vərəq və qələm götürürsən, mütəmadi olaraq görüşdüyün dostlarının, tanışlarının adlarını siyah şəkildə yazırsan. Bu 3 nəfər də ola bilər, 5 nəfər də, 10 nəfər də. Daha sonra onların adlarının qarşısında aylıq qazanclarını qeyd edirsən. Hətta bunu dəqiq bilmirsənsə belə təqribi şəkildə yazmağa çalış. Daha sonra ümumilikdə həmin o məbləğləri toplayaraq ortaq məxrəcini çıxardırsan. Məsələn, 5 nəfərdirsə ümumi məbləği 5-ə bölürsən. Əldə edəcəyin nəticə 90% göstərici ilə sənin aylıq əldə etdiyin qazancı göstərəcəkdir. Buradan belə başa düşmək olar ki, sənin ətrafındır sənin kim olduğunu təyin edən. Məsələ məbləğdə və qazancda deyil. Məsələ sənin istədiklərini əldə etmək üçün ətrafını formalaşdırmağındadır. Qısacası, otaqdakı ən ağıllı adam olmağa can atma. Həmin otağa elə insanlar topla ki, onlar səni örgədib, onlar səni irəli apara bilsin. Kiməsə görə özünü xərcləmə. Nə qədər əziz olsan da insan, əgər ki onunla görüşün yalnız dedikodu, yalnız səni boş vaxt sərf etməyinə aparırsa, nə qədər yaxın olsa da o dostun bir vampir misalı səni ancaq gəmirəcəkdir.